Son olaraq da bunu demək istəyirəm ki, mən həftədə bir dəfə Elnur müəllimin kursuna gəlib full sınaq yazırdım, verbal və məhz bir yerdə. Bunu eləməyimin səbəbi özümü imtahana daha yaxşı hazırlamaq idi və ətrafımda görürdüm ki, şagirdlərin çoxsu vaxt baxımından əziyyət çəkirdilər. Məsələn, deyirdilər ki, mən birinci modulu çatdıra bilmədim deyə sual atmalı oldum və bu da onların ballarının azalmağına səbəb olurdu. Və imtahanda mən belə eləyirdim vaxtı çatdırmaq üçün verbalda. İlk 10 sualı yazırdım. Və zaten 10 sualın 5-6-sı söz sualı olduğundan onu tez yazmaq olur da. Siz əgər sözü bilirsinizsə onu tez yazırsınız, bilmirsinizsə başqa suala keçib sonra təzədən qayıdırsınız. Ondan sonra writing hissəsinə mən başlayırdım. O da 15-16-cı suallardan başlayır adətən və onsuz writing elə də çətin olmadığından şagirdlər məncə writingin üzərində çox vaxt aparmırdılar. Bəzən olur not sualları çətin olurdu, amma yenə dediyim kimi practice eləyəndən sonra o not suallarına da öyrəşəcəksiniz. Və sona 10-cu sualdan 15-ə qədər olan reading suallarıdır və ən çətin reading sualları da o aralıqda olur. Ən çox vaxt aparanlar da onlar olur. Məsələ gələndə əgər sizin dim riyaziyyatınız yaxşıdırsa, siz məncə məhsin riyaziyyatında əziyyət çəkməyəcəksiniz, sizə asan gələcək. Çünki SAT məhsdə sizə desmos verildiyi üçün, yəni kalkulyator əlinizdə olduğu üçün siz rahatlıqla hesablamaları edə bilərsiniz. Yəni imtahanda da birinci modulda adətən çox sadə olur birinci modul. Mən hər zaman imtahanda olanda birinci modulu tez bitirirdim. Yəni əlavə 20 neçə dəqiqə vaxtım qalırdı. Problem ikinci modulun 15-ci suallarından sonra başlaya bilər. Yəni 15-ə qədər yenə asan suallar olur. 15-dən də sonra çətinlik onda ola bilər ki, SAT bəzən hər imtahan fərqli tip suallar gətirir. Ona görə uşaqlar orada biraz çətinlik çəkə bilər. Amma yenə də belə overall baxanda SAT-nin məhsi verbaldan qat-qat daha sadədir. Buradan bütün SAT-yə hazırlaşan şagirdlərə bunu demək istəyirəm ki, siz qəti şəkildə qorxmayın ki, yaxşı nəticə toplaya bilməyəcəksiniz. Xeyr, mən özüm 5 dəfə SAT imtahanında iştirak eləmişəm. Yəni elə imtahan olub ki, mən balımı salmışam, elə olub ki, qaldırmışam. Yəni bu çox normal bir haldır. SAT biraz şans da məsələsi ola bilər. Yəni mən axırıncı imtahanında, yəni dekabr imtahanında 1460-ı toplaya bilmişdim. Buradan hər kəsə uğurlar diləyirəm. Sağ olun.